Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Nəhl surəsinin 97-ci ayəsi ətrafında danışacağıq. Allah Teala ayədə buyurur: "Mən amilə salihan min zəkerin əv unsa və huve mu'minun fələnuhyiyennehu hayatan tayyibə." Möminlərdən hər kəs, istər qadın olsun, istər kişi olsun, yaxşı işlər görərsə, onu biz təmiz bir həyatla dirildərik. Və lənəcziyennəhum əcrəhum bi əhsən mə kənu ya'malun. Onun gördüyü yaxşı işlərin ən yaxşısı qiymətinə bütün əməllərini mükafatlandırırıq. Ayənin tərcüməsi belədir. Ayədə Allah Teala möminlərin, Allaha iman gətirən insanların gördüyü yaxşı işləri qiymətləndirir və dəyərləndirir. Ayədə Allah Teala buyurur, hər kəs mömin olaraq yaxşı işlər görərsə, birinci faydası özünədir. فَلَنُحْيِيَنَّهُ hayatan tayyibə. Biz ona pak bir həyat bəxş eləyərik. فَلَنُحْيِيَنَّهُ yəni onu dirildərik. Ona can verərik. O, daxilində bir pak həyat, təmiz həyat yaşayacaqdır. İzahı belədir. İnsanlar xaricən, rəftarca pis olmamışdan qabaq, daxilən pisləşirlər. İnsanın mənəviyyatı degradasiyaya uğrayandan sonra insanın rəftarı da pisləşir. İnsan rəftarca cinayətkar olur. İnsanların haqqına girir, insanlara zülm eləyir. Bunlar hamısı daxildən gəlir. İnsanın bir ağıl hissəsi var, yəni düşüncəsi, dərrakəsi, bir də qəlbi, hisslərin mənbəyi olan qəlbi, sevgi hissi, mərhəmət hissi, təşəkkür hissi, insanlıq. Bu insanlıq hissinin dərəcələri vardır. Allah bütün insanlara bunu bəxş eləyib, amma kim isə o insanlıq hissini aradan aparır, kimsə onu inkişaf elətdirir. Allah Teala ayədə buyurur ki, hər kəs yaxşı işlər görərsə Allaha xatir, onun o insani keyfiyyətləri daha da güclənər. Onun daxili aləmi bağ, bostana çevriləcəkdir. O, insanların xeyirxahlığı üçün, xoşbəxtliyi üçün düşünər. Düşüncələri insanlara fayda verər. Qəlbi də insanlara qarşı sevgi və məhəbbət hissi ilə dolu olar. Bu, Allahın insana bəxş etdiyi bir mükafatdır. Allah ilkin olaraq bütün insanlara bunu vermişdir. Amma qeyd etdi, kimsə bunu məhv edir, kimsə bunu inkişaf elətdirir. Bu, mənəvi aləmi inkişaf elətdirmək üçün, bu, insana bəxş olunan mənəvi paklığı qorumaq üçün, onu inkişaf elətdirmək üçün insanın yaxşı işlərə Allaha xatir həyata keçirməyə ehtiyacı vardır. Mən digər ayələrə istinadən bəzi məqamlara toxunuram. Allah Teala Əraf surəsinin 157-ci ayəsində buyurur, Peyğəmbərimiz barəsində həm Tövratda, həm İncildə məlumatlar keçmişdir. Yəcidunəhu məktubən indəhum fit-Tavrat vəl-İncil, ya'muruhum bil-ma'ruf və yənhahum anil munkar. Peyğəmbərin birinci xüsusiyyəti budur ki, Tövratda, İncildə belə qeyd olunub. O, şəxs insanları yaxşılığa çağırar və pisliklərdən çəkindirər. Yaxşılıq nədir, pislik nədir? Bunu bütün insanlar bilirlər. Həm insanın daxilində Allah bunu qərar verib, həm də kitablar göndərməklə, öz elçilərini bizə göndərməklə bunu bizə bəyan etmişdir. Ayənin davamında buyurur, və yuhilləhumut-tayyibat və yuharrimu aleyhimul xəbais. Peyğəmbərin digər bir xüsusiyyəti kimi Allah Teala
onun pak işləri halal etməsi və xəbis, natəmiz əməlləri, qidaları, rəftarları haram etməsini göstərir. Yəni Peyğəmbərin insanlara, bəşəriyyətə çatdırmaq istədiyi və təbliğ etdiyi əsas məsələlərdən biri halal etdiyi qidaların, icazə verilən işlərin zaten pak olduğu və haram etdiyi, qadağan etdiyi əməllərin, qidaların zaten natəmiz insanın ziyanlı olduğunu bəyan edir. Deməli, birinci məsələ budur. Biz o pak həyatı necə inkişaf elətdirə bilərik? Gərək Allahın bizə halal etdiyini yeyək, haram etdiyindən çəkinək. Allahın qadağan etdiyi rəftarlardan uzaqlaşaq. Danışığımızda, baxışımızda, qulaq asmağımızda, rəftarımızda bu məsələləri riayət eləyək. Ayədə Allah buyurur, yuhillahumut tayyibat. Peyğəmbər nəyi halal edibsə onlar pakdırlar. Pak şeyləri halal edib. Yəni insanın xeyrinədirlər. Həm insanın cismi sağlamlığı üçün bu xeyirlidirlər. Qaydası ilə insan yeyərsə, həm də mənəviyyatı üçün. Və nəyi qadağan edibsə, həm insanın cisminə ziyandır, həm də mənəviyyatına. Digər bir ayədə Allah Teala Möminun surəsinin 51-ci ayəsində buyurur: "Ya eyyuhər rusulu kulu minət-tayyibati va'malu salihah." Ey mənim rəsullarım, elçilərim. Peyğəmbərimiz bu ayənin təfsirində buyurur. Allah Teala bu ayədə həm də möminlərə göstəriş verir. Xüsusilə rəsullara, peyğəmbərlərə, elçilərinə ona görə Allah Teala bu ayədə müraciət ünvanlayıb ki, məsələnin əhəmiyyətini göstərsin. Onlar ki, məsumdular, onlar heç vaxt hər hansı bir haram işi görməzlər, haram qidanı yemədilər. Ayədə Allah Teala buyurur, kulu minət-tayyibat. Tayyibatdan, pak qidalardan yiyin. Ayədə dedi, Allah nə isə halal eləyib? Pakları. Deyir, o paklardan yiyin. Kulu minət-tayyibati va'malu salihah. Bu pak qidalar yiyin ki, yaxşı işlər görəsiniz. Nəhl surəsinin 97-ci ayəsində buyurdu Allah Teala, hər bir mömin yaxşı iş görərsə, istər qadın olsun, istər kişi, Allah ona pak bir həyat verər. Onu dirildər. O pak həyata, həyatan tayyibəyə necə çataq? Allah Teala buyurdu, biz nəyin pak, nəyin napak olduğunu sizə demişik və istəyirsiniz yaxşı işlər görəsiniz. Yaxşı iş görmək üçün gərək insan pak qidalar yiyə. Əhl-i beytlə düşmən olan azğınlar ya nütvəcə napakdılar, ya onların nütvələri napakdır, ya da qidaları. İki haldan xaric deyildir. Onlar ki, əhl-i beyti tanımırlar, bir tərəfdirlər, onlarla işimiz yoxdur. Onlar ki, əhl-i beytə qarşı, Qurana qarşı mübarizə aparırlar. Bu insanların ya nütvələri napakdır, ya da qidaları. İki haldan xaric deyildir. Nətər eləyək ki, yaxşı işlər görək. Yaxşı iş görmək üçün insanın həm təfəkkürə ehtiyacı var, insanlara xeyir verəcək düşüncələrinə ehtiyacı var, həm də əqidəsinə, pak əqidəsinə, mənəviyyatına. Allah buyurur, biz pak qidaları göstərmişik, halal rəftarları, icazə verilmiş o rəftarları da sizə demişik, haramları da qeyd etmişik. İstəyirsiniz yaxşı iş görəsiniz, gərək halal yeyəsiniz, halal danışasınız, onda kulu minət-tayyibat, halal yedirsə, halal geyindizsə, va'malu salihah, onda siz yaxşı işlər görəcəksiniz. Əgər bir insanın qidası haramdırsa, əgər bu özünü islah edə bilmirsə, əlbəttə Allahın dəyərləri ilə, dini ilə, elçilərlə mübarizə aparacaq. Yox, əgər bir insanın qidası halaldırsa, nütvəsi halaldırsa, o əhl-i beytlə dostdular, Quranla dostdular
O nəinki dostlular, dəyərləri qorumağa çalışır. Deməli, birinci məsələ budur. O pak həyatı necə əldə edək? Birinci budur ki, gərək biz qidamızı düzəldək. Qidamızı düzəldəndən sonra, ondan sonra biz va'malu salihə, yaxşı işlər görəcəyik. Ayın da onda Allah Teala buyurur: "Və lənəcziyennəhum əcrahum bi əhsəni mə kanu ya'malun." Biz onların əməllərinin mükafatlarını əməllərinin ən yaxşısının dərəcəsində verəcəyik. Yəni onların əməllərinin hamısını biz nəzərdə alıb, onlar içində ən üstünü hansı olubsa, bütün əməllərini o üstün əməlləri ilə, o üstün əməlin səviyyəsində biz mükafatlandırırıq. Bu Allahın lütfüdür, Allahın kərəmidir. Və hər kəs və mən a'rada an zikri fə innə lehu məişətən dankan. Allah Teala Taha surəsində buyurur, 124-25-ci ayələrində, hər kəs Allahın zikrindən dönərsə, yəni bu dediklərimizə arxa çevirərsə, ona bir məişətən dankan, dar bir həyat verərik, napak bir həyat yaşayar. Onun düşüncələri insanların ziyanına olar. Ancaq özünü düşünər və ancaq özünü istəyər. O bir xudxah adam olar, bir egoist adam olar. Özündən başqasını sevməz. Hər şey özü üçün istəyər. İnsanlara xəyanət edər. İnsanların ayağının altını qazar. Bu onun xain qəlbindən və xəyanətkar düşüncələrindən irəli gəlir. Hər kəs Allahdan uzaqlaşsa, aqibəti məişətən dankan, dar düşüncə və dar bir qəlb olar və hər kəs Allaha sarı qayıdarsa, "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhyiyyənəhu həyatan təyyibə." Allah ona pak bir həyat bəxş edəcəkdir. Ramazan ayı bu paklığın kəsb etmək üçün, paklığı kəsb etmək üçün ən mümbit bir aydır. Və siz Ramazan ayının şəhidinə baxın. Ramazan ayının şəhidi bu qəlbi qara, düşüncəsi dayaz olan şəxs tərəfindən və şəxslər tərəfindən qətlə yetirildi. Xavaric həm təfəkkürü çox dar idi, həm də qəlbi qara idi. Zahirdə İbn Mülcəm idi. İbn Mülcəmin tərəfdarları var idi. Bugün də o tərəfdarlar, o xəttin nümayəndələri vardır. Bunlar həm düşüncələri çox dardır, həm də insanlara qarşı xaindirlər. Qəlbləri napak, düşüncələri də dardır. Ona görə də bu tarixin ən böyük faciəsini törətdilər. Haçan, nə vaxt? Müqəddəs Ramazan ayında inşallah biz gələn günlərdə bu barədə geniş və ətraflı danışarıq. Vaxtımızın sonu çatdı. Sizə Allaha tapşırırıq. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.